Deməli, bizlə davam edirik. Tak. Burada nəyə fikir verəcəksiniz? Əsasən hansı hissələrdə istifadə edirik onlara? Məsələn, sizə orada seçim verəcək. Angry with, angry about. Tutalım ki, cümlə boşluğu verilib. O cümlə boşluğunu tamamlayarkən sizə ehtiyac olacaq nəyi bilmək. Məsələn, tutalım ki, mən kiməsə əsəbləşmişəm. O zaman I'm angry with deyəcəm. Hər hansısa bir şəxs əsəbləşmişəm. Məsələn, ola bilər ki, hadisə baş verib, həmin o hadisəyə mən əsəbləşmişəm. O zaman səsləndirəcəm angry about. Bunlara fikir verəcək. Sonra with the population of. Bax, sözünü əvvəldə with, the article of sözünüsü. Bunlara mütləq diqqət edin. Bunlar olmazsa olmazlardır. Yəni elə məqam olar ki, testdə sizə təqdim olunarkən həm the article istəyər, həm of, həm with. Və yaxud ola bilər ki, üçündə də boşluq verməz. Tutalım ki, with the population boşluğu doldurun. Artıq orada of sözünüzdən istifadə edəcəksiniz. To live with. Kiminləsə yaşamaq. Məsələn, I live with my family. Mən ailəmlə birgə yaşayıram. Sonra to compare with. Nə iləsə müqayisə eləmək. Sonra bax bu sevdiyim ifadələrdəndir mənim. To fed up with. Bezmək, cana gəlmək. Fed up with. With-lə istifadə olunur. Sonra sıxılmaq, təngə gəlmək demək istəyirsə, artıq burada olacaq to be bored with. Məyus olmaq. To be disappointed with. Diqqətli olun. Məsələn, tutalım ki, nədənsə razıyam. I am pleased with. Razıyam. I am displeased with. Narazıyam. Bunlardan diqqətli olun. To be satisfied with. Məmnun qalmaq. To be cross with. Hissli olmaq. To reconcile with somebody. Kimləsə barışmaq. İfadə kimi, söz kimi əzbərləyin bunları. Sonra neyləsə məşğul olmaq. To be busy with. Diqqətli olun. With the help of. Köməyi ilə. To make relations with. Münasibət qurmaq. To establish contacts with. Establish with. Və burada contact sözü var. To keep in touch with. Əlaqə saxlamaq. Contact sözünə sinonim götürə bilərsiniz bunu. Ola bilər ki, məsələn, sizə söz şəklində verir, o biz facts and figures-da işləyirik. Həmin o ifadəni, məsələn, tutalım ki, söz versiyasını verib, sonradan sizə lazım olar ifadə kimi öyrənmək. To keep in touch with. Öhdəsindən gəlmək. To cope with. Bir də nəyə diqqət eləyin həmişə? Çalışın ki, cümlədə bunları birlikdə istifadə eləyəsiniz. Məsələn, sırf tutalım ki, nə bilim, busy sözünü məşğul olmağı elə belə əzbərləməyin. Əzbərləyəndə əzbərləyin ki, to be busy with. Yəni, ifadə şəklində əzbərləyəndə avtomatik orada şəxsi kəmiyyətə zamana görə necə dəyişirsinizsə, onları ifadə eləyə bilərsiniz. Sonra quzular, nəyə baxırsınız? Deməli, nəyəsə əsəbi olmaq dedik əşyəyə about, kiməsə canlıya əsəbi olmaq with-lə gedəcək. Sonra balalar, nəyə baxırsınız? To agree with, razı olmaq kimlənsə. To agree to, razılaşma nəyinləsə. Deməli, şəxslərə görə əsəbi olmaq, razı olmaq with somebody. Əşyəyə əsəb olursunuzsa, nəyəsə əsəb olursa, olacaq about. Hər hansısa bir hadisə ilə, əşya ilə razılaşırsa, olacaq to something. Bu S-T-H yazılan somethingdir. Bu S-M-B yazılan, S-M-B yazılan da şəxsə aiddir. Sonra to listen with interest. Maraqla qulaq asmaq. Məsələn, nəyəsə qulaq asmaq deyəndə to listen to deyirəm. Amma konkret olaraq nəyəsə maraqla qulaq asmaq olacaq with. Nəyləsə qarşılaşmaq. To greet with. Böyük məmnuniyyətlə. With great pleasure. Doldurmaq. Fill with. Yanlış olmaq. İşləməmək. Olacaq to be wrong with. Nəysə olmaq, yəni nəsə problem olmaq. To be matter with. Bu şəkildə gedəcək. Əl sıxmaq. To shake hand with somebody.
Nə ilənsə məşhur olma. Məsələn, tutam ki, harasa turist kimi gedirsiniz və adicə ölkə daxili gedim də. Həmişə bizdə maraq oyadırdı. Bura nə ilə məşhurdur? Olacaq popular with. Məsələn, Şəki is popular with its məsələn cookies deyək də şirniyyatı ilə. Yenə biləməm. Başqa bölgənin də adını çəkə bilərsiniz. Mən nəsə Şəki ağlıma gəldi. Sonra to cover with örtmək, əhatə eləmək. Məsələn, deyirsiniz ki, bu kitabın üz qabığını tutalım ki, hər hansısa bir cildlə, hər hansısa bir xüsusi materialla örtülüb, əhatə olunub, elə göstərə bilərsiniz. Sonra bəhs eləmək var, to deal with. Ehtiyatlı olun bu sözlərdən ümumiyyətlə. Sonra dolu olmaq. Dolu olmaq o mənada, məsələn, kök şişman olmaq mənasında deyil və yaxud da hər hansısa bir suyun dolu olmağı deyil. İzdiham mənasındadır buradakı. To be crowded with. Crowded ümumiyyətlə izdiham deməkdir. Sonra qohumlarla qalmaq. To stay with relatives. Şarlarla bəzəmək. To decorate with balloons. Bıçaqla kəsmək. To cut with a knife. Təmin etmək. To provide with. Təchiz etmək. To supply with. Sonra by şəxslər üçün, with əşyalar üçün işlədilir. Bunu bayaq da müzakirə eləyəndə gördük. Sonra keçdik of sözünüsünə. Of sözünüsündə əsasən yəli halı göstərir. Dan, dən, çıxışlı halı göstərir. Haqqında in, un versiyası olacaq. In spite of baxmayaraq. Instead of əvəzinə özür sayın. A number of bir sıra. The number of. Bax, a number of da var, the number of da var. Diqqətli olun. Sonra in front of qarşısında because of ucbatından at the age of. Məsələn, at the age of 30, at the age of 50. Deməli 50 yaşlarında, 30 yaşlarında bu şəkildə. Bu yaşını. Yəni konkret bilmirəm də. Tutam ki, bəlkə bunun 52 yaşı var, amma mən 50 yaşlarında kimisə təxmin eləyirəm belə deyək. A man of 40. 40 yaşlı adam. A man of 40. Kind of, be kind to. Deməli, kind of növ çeşiddir. Sort of. Bu versiyası da var onun, kind of versiyasının. Bir də var, be kind to. Mehriban olmaq. It's kind of you. Siz çox incəsiniz. Sonra places of interest. Bunu uşaqlar tez-tez qarışdırır. Places of interest görməli yerlər deməkdir. Sightseeing sözü ilə sinonim götürə bilərsiniz bunu. Sonra a slice of bir dilim. Biz bunu quantifiers'da orada sayıla bilməyən isimlərin cəmiyyət bildirmə hissəsi var idi. Orada öyrənmişdik. A piece of bir parça, a pair of bir cüt, of course əlbəttə, a bunch of bir dəstə. Graves of martyrs. Allah hamısına rəhmət eləsin. Şəhidlərin qəbri. Exchange of ideas. İdeya mübadiləsi. Grave qəbir deməkdir. Martyrs ise şəhidlər deməkdir. Burada sözün ilə birlikdə verilib. Exchange of ideas. Fikir mübadiləsi, ideya mübadiləsi. The building of the post office. Poçt binası. With the population of. Əhalisi olan. Form of energy, enerji forması. Devam edək buradan. Sonra balalar, burada nəyə fikir verirsiniz? To be afraid of-la işlənir. To be afraid of. Mütləq ofsuz olmaz. Be frightened of, scared of. Məsələn, deyirəm ki, I'm proud of my family. Mən ailəmlə fəxr edirəm. Artıq burada nə olacaq? To be proud of. To be fond of, sevmək, xoşlamaq. Deməli, sizə belə bir nüansı qeyd edeyim. Məsələn, biri var, xoşunuz gəlir. Bu olur like. Biri var, nəyisə artıq sevirsiniz. Bu olur love. Biri də var, nəyisə həddindən artıq çox sevmək, onun dərdindən ölmək, nəyisə hərisi olmaq. Məsələn, insan var ki, qızılı həddindən artıq çox sevir. Qızılın hərisidir. Artıq orada istifadə edəcəyik to be fond of. Bax, o fond of sevməkdən də artıq. Yəni ondan ötürü ürəyə gedir. To be fond of o deməkdir.
O levellərə böləndə səviyyələrə. Bax, burada belə fərqliliklər əmələ gəlir. Sonra to be tired of, yorğun olmaq. To be ashamed of, utanmaq. To be aware of, xəbərdar olmaq. To be jealous of, qısqanmaq. Envious, bir də envious. Bu sanki sifət versiyasını alıb paxıllıq eləmək. To be accused of, itham eləmək. To be ignorant of, məlumatsız olmaq. Ignorant sözünün bəzi yerdə savadsız mənası da var. Təhsilsiz, cahil, ignorance deyirlər. O versiyası da var. To be full of, dolu olmaq. Məsələn, çanta yüklə doluydu. Bax, onu da deyə bilərsiniz. Nədənsə əmin olmaq. To be sure of something. İbarət olmaq. Consist of. Şikayət eləmək. Complain of somebody or something about. Deməli, to complain of something, to complain about something. Nədənsə, kimdənsə şikayət eləmək. To remind of. Remind feili deməli xatırlatmaq. To think of, to think about. Düşünmək, fikirləşmək. To take care of, qayğısına qalmaq. To take the photo, şəklini çəkmək. Deməli, to draw karandaşla nəysə vərəqdə özümüz əl vasitəsilə çəkirik. To take the photo of nəyinsə şəklini elektron qaydada çəkmək. Söhbət ondan gedəcək. To make of material eyni qalarsa hazırlanmaq deməkdir. To make of eyni materialdan nəsə hazırlanır. Sözün deyirəm də çox şeydir. Mən froma qədər danışıb yekunlaşdıracağam. Çünki çox qarışıqdır və hiss əzbərləməyi tələb edir. Bundakı Allah şükür heç kim beyni kompüter deyil. Rahat əzbərləyin. Tələsik yox. Side of the road. Yol kənarı. Side kənarıdır. Görürsünüz, yiyəli kal burada da özünü göstərir. Yol kənarı, yolun kənarı. Kənar sözü yola aiddir. Yolu izah eləyirdi, orada o istifadə olunacaq. First of all, mən paragraflarda bu ifadəni yazmanızı gözləyəcəm. At first, first of all, əvvəlcə. Məsələn, ingilis dilində speakingdən orada sizə hər hansısa bir speech veriləndə, nitq veriləndə, orada nitqinizi zənginləşdirə bilərsiniz bu ifadələrlə. A book of poem, şeirlər kitabı. Daha doğrusu poems. A cause of, səbəbi. An advantage of, faydası. Bir də bunun disadvantage versiyası var, zərəri. Siz yadınıza gəlir, paragraflar haqqında mən sizə danışanda dedim. Orada nəyə qeyd edəcəyik? Əgər deməli tutalım ki, məşəbli forması haqqında söhbət eləmişdim səhv eləmirəmsə sizlə. Tutalım ki, üstünlükləri, mənfi cəhətləri, axırda yenə öz fikrimi deyirəm. Məsələn, advantages of school uniforms, artıq öz fikrinizi yönləndirirsiniz. Sonra deyirsiniz ki, but disadvantages of course, you know, məsələn, digər sizin üçün mənfi olan hissələrini səsləndirə bilirsiniz. Yəni, fikir mübadiləsi apararkən birinci öz fikrini deyirsən, sözünü əvvəldə deyirsən, fikrini yönləndirirsən, sonra başlayırsan faydasını izah eləməyə. Faydasını deyəndən sonra 1-2 sətr cümlə ilə izah edirsən ki, zərəri nədir, sonra qayıdırsan bir də öz fikrini təsdiq edirsən və ümumi nəticəyə gəlirsən. Paragrafın yəni elə bir çətin versiyası yoxdur. Point of view, nöqteyi nəzər, dünya görüşü. My point of view deyirik buna. Mənim nöqteyi nəzərimcə. Məsələn, in my opinion, mənim fikrimcə. Bunlar hamısı donmuş ifadələrdir. Paragraf yazanda istifadə edirsiniz bunlardan. In the direction of, istiqamət tərəf. Sonra, to inform of, xəbərdar etmək. Inform, information, yadınıza gəlir yəqin ki. To be in need of, ehtiyac olmaq. To be worthy of, bax, worthy sözündən sonra of həmişə gəlir. Sözünü yəli hal işləyəndə mütləq orada diqqətli olun. Ola bilər ki, haçansa test rastınıza çıxar. Worthy sözündən sonra mütləq of gəlir. Dəyərli olmaq. To be suspected of, günahlandırılmaq. To be suspicious of, şübhələnmək. To get rid of, canını qurtarmaq. To approve of, bəyənmək. To die of, ölmək nədənsə.
Məsələn, to die of, məsələn, heart attack, ürək çatışmazlığından ölmək. Sonra keçdik bura for uğrunda, lehinə, üçün, ərzində, müddətində. Var lehinə, var əleyhinə. For sözünün antonimi against'dir. For lehinədir, against əleyhinədir. Yəni kimsə hərəsə bir fikrin olmağından razıdır. O zaman səsləndirəcəm for. Lakin narazılıq varsa olacaq against. Sonra nəyə diqqət edirsiniz balalar? To be good for, faydalı olmaq. Amma mən keçən dəfə sizdən ətlə bağlı versiyanı oxuyanda orada nə demişdim? To be good at. Məsələn, I'm good at in English. Mən ingilis dilində yaxşıyam. Amma mən desəm ki, it's good for your health, bu sənin sağlamlığın üçün faydalıdır. Bir dənə sözünü, cümlənin tərcüməsinin taleyini dəyişdi. Fikir verirsiniz? Burada at yox, for dedim deyə cümlə tamamilə başqa versiyada səsləndi. Yəni, yenə deyirəm, bizim dil şəkilçi vasitəsilə bir versiyadan digərinə rahatlıqla çevrilə bilir. Asanlıq var. Amma əslinə qalsa ən çətin qrammatika məhz bizim öz dilçiliyimizdədir, Azərbaycan dili qrammatikasında. İngilis dilində isə konkret olaraq şəkilçi yoxdur və biz də məcbur qalırıq ifadə eləmək istədiyimiz cümləni sözünü vasitəsilə, hər hansısa bir söz birləşməsi vasitəsilə qarşı tərəfə çatdıraq. Kiçik bir səhv artıq sizin qurduğunuz cümlədəki söhbət good at və good for-a nəzərən gedir. Məsələn, siz demək istəsəz ki, alma sənin sağlamlığın üçün faydalıdır. For-dan istifadə eləmək əvəzinə yanılıb ətdən istifadə eləsəz artıq aləm deyəcək bir-birinə. Sonra rent for kirayə haqqı. To be ready for, hazır olmaq. For a while, bir müddət. To do something for pleasure. To do something for pleasure. Əyləncə üçün etmək. Məsələn, kimsə əyləncə üçün futbol oynayır. Dostlarla yığılıb gedib futbol oynayır. Yenə biləm, əylənmək üçün kinoya, teatra gedirlər. Baxır yerinə. To be sorry for. Sorry for. Üzülmək. To feel sorry for. Yazığı gəlmək. To be ilə feeling yerini dəyişən kimi leksik mənada getdi işini alacaq. Sonra to be late for gecikmək. To go in for sports idmanla məşğul olmaq. To thank somebody for something təşəkkür eləmək. To prepare for hazırlamaq, hazırlaşmaq. Forever, for good həmişəlik. For the first time ilk dəfə. At first da var. Bu da var. To exchange something for something. Mübadilə eləmək. Nəysə nəyinəsə dəyişmək. Exchange students var idi. Yadınıza gəlirsə 7-ci sinif dərsliyində oxumuşduq. Mübadilə tələbələri. Sonra to pay for something ödəmək. For example, to pay the bill. The bill olanda artıq gələn çeki ödəmək, şot ödəmək. To leave for yola düşmək. Leave for go to'nun sinonimidir. Ehtiyatlı olun. To leave isə ümumiyyətlə nəyisə haransa tərk eləmək deməkdir. Yanında for olmasa. Biri var, məsələn, tutalım ki, deyirəm ki, mən Bakıdan Gəncəyə yola düşürəm. I leave for Gəncə. From Baku. Gəncəyə Bakıdan yola düşürəm. Bir də var deyirəm ki, mən Gəncəni tərk eləyirəm. I leave Gəncə. Artıq görürsünüz, çıxış yerini başqa nüansla göstərirəm. To ask for something, xahiş eləmək istəmək. To ask for help, kömək istəmək. Sonra soruşmaq mənasında sözünü gəlmir. Amma to ask desəm, to ask something nəysə soruşmaq artıq bu şəkildə olacaq. For age, uzun illər. Deməli, quzlar, diqqətli olun. Axtarmaq mənasında iki versiyadan istifadə edirsiniz. To look for, search for. Keçən dərs mən səhv eləmirəmsə sizə müəyyən feilləri demişdim ki, onlara diqqət edin. Look özü görünməkdir. Look at, baxmaqdır. Look forward nəysə səbirsizliklə gözləməkdir. Sonra look like ifadəsi var idi, bənzəmək mənasında. Burada da look for var. Sonra look through var. Nəysə sezmək, izləmək. Məsələn, tutalım ki, belə pəncərə aralıdır. Onun arasından çölə baxırsa olur. Look through.
Baxır vəziyyətinə, poложение də nasıldır. Sonra to apologize to somebody for something, üzr istəmək. To start for, yola düşmək. Deməli, bu yola düşməklə to start for-u to leave for-la sinonim götürə bilərəm. Diqqətli olun. Ümumiyyətlə, çalışın söz öyrənəndə də, ifadə öyrənəndə də, sözünlü ifadə öyrənəndə də müqayisəli şəkildə öyrənin, araşdırın. Belə gözünüzü yumub əzbərləməyin ki, hə, elə bu buradaydı, buradaydı, çıxdı getdi. Yenə deyirəm, ingilis dilini sadəcə Dövlət İmtahan Mərkəzinin imtahanı üçün öyrənməyin. Gələcəkdə sizə inşallah ki, işləyəndə də yaxşı versiyalarda sizə ən azı digər işçilərdən seçilmə hüququ verəcək. To work for a company, şirkətdə işləmək, yəni şirkət üçün işləmək. Gördünüz, bizim dilə başqa cürə tərcümə gəlir. Sırf bura başqa versiyadadır. For a long time, uzun müddət. To apply to somebody for something, müraciət eləmək. To wait for, gözləmək. To go for a walk, gəzintiyə getmək. To be difficult for, çətin olmaq. To be famous for, məşhur olmaq. For a year, for a week, bir il, bir həftə ərzində. Forgive, to forgive somebody for something. Kimisə nəyəsə görə bağışlamaq. Forgive somebody for something. To punish somebody for something, cəzalandırmaq. To be responsible for, cavabdeh olmaq. To be important or important for, necessary for, mühüm olmaq. To use for, istifadə eləmək. To be anxious for somebody, narahat olmaq. For example, məsələn, misal üçün, bir də for instance var. O da misal üçün, məsəl üçün deməkdir. Baxın görün sizə qaranlıq qalan ya təkrar izaha ehtiyac olan hissə varsa təzədən deyim. Səssiz gəlmir mənə. Gəlin dərsə mixed prepositionları da danışaram. Hə, gələn dərsə bitiririk sözünü inşallah. Elə mövzumuz qalmadı. Ondan sonra artıq başlayarıq. Digər yerdə qalan istisna hallarda keçək. Bunu bilmirəm, bir dəfəyə götürə biləcək ya yox. Həcm biraz çox sözünün. Maksimum 2 dərsə bitirəcək sözünü. Ondan sonra başlayacaq zamanlara. Burada biraz fərqlilikləri var. Belə deyim də, söz önünü keçə-keçə biz bir partiya təkrar edirik. Əvvəldən keçdiklərimizi. Biraz söz ehtiyatında yubanacaq, eybi yox. Zamanlar keçən dostlarda söz ehtiyatı o qədər yoxdur. Buradan da ardından davam edirik. Sualınız, qaranlıq qalan yeri varsa buyurun. Evet. 110'da dayanacaq. Yəqin gələn dərsə bitirəcəm. Sonra da hissə bunların testlərini işləyərik. Maraqlı testləri var amma bunların. İnşallah işlədikcə görəcəyiz. Okey. Onda gələn dərsə də bir dəfə dərs izahı eləyərik. Paralel o biri təkrarda quizlər işləyərik. Ondan sonra səhvlərimizə, düzlərimizə baxarıq. Davam eləyərik yenə öz qaydası ilə. Yaxşı, qoy kaydı. Rekordu.